4 saat, 3 saat, yəni ay ərzində 30 gün, həftənin 4 gün istirahət günü çıxsaq, bazar günü, 6-cı gündə işləsək, artıq saatlarla işləsək, yəni 7000 zlotu aylıq, ayın sonu qatlayıb cibimizə qoya bilirik. Bu da yenə Azərbaycan pulu ilə eləyir 3145 manat. Çəkim rəqəm, amma əziyyəti də çoxdur. Yəni 8 saatla 12 saat işin arasında çox böyük fərq var. Amma dəyər. Məsəl üçün bir neçə ay işləməyə dəyər. Yəni burada belə maaşların, yəni iş saatının artıq olub az olmağı ilə bağlı dəyişir. Amma dediyim kimi burada çoxunun seçdiyi və işlədiyi həftənin 5 günüdür. O da pis maaş deyil. Yəni 5000 zlot aya Azərbaycan pulu 2246 manatdır. Yəni az pul deyil. Deyərdim ki, yəni aylıq bir insanı görəcək miqdardadır. Bu bölümdən də bu qədər. Özünə müğayət. Ən qısa zamanda görüşərik. Hələlik.